Salam, hər vaxtınız xeyirli olsun. Azad İnşaat Qrupunun dəyərli izləyiciləri. Bu gün sizə Sumqayıt şəhərin layihəsində təmiri bitmiş və bu günə müştəri təhvil edəcəyimiz evi qısaca olaraq sizə təqdimatını edəcəm. Dəyərli izləyicilər, gördüyünüz bu təmir olunmuş evin 1 kvadratı endirimli qiyməti 390 manata danışıqlı təmir olunub. Təmir yüksək səviyyədə olunub və onu qeyd edib ilk öncə girişdən mən sizə elektrik xəttinə tanış edir. Dəyərli izləyicilər, hər otağın öz ayrıca avtomat sistemi var. Hər hansı bir otaqda qısa qapanma yaranarsa, həmən otağa aid olan avtomatı söndürüb işlərimizi davam etdirə bilərik. Və daxil oluruq bizim sanitar qovşaq gördüyünüz kimi dəyərli izləyicilər tam təmin olunub. Və burada mən sizə ən əsas, həssas olan bir yeri göstərib. Bu kermogranit vurulan hissələrdə çox ustalar buna fikir vermirlər. Bura tam olaraq üstəgəl yerindədir. Yəni barmaq ilişmin eləmir. Və gördüyünüz hamamda bütün bu avadanlıqlar, aksesuarlar hamısı bahalı materialdır və keyfiyyətlidir. Və moydadır. Gördüyünüz kimi mərmər moydadırdır. Güzgüsü də ki serisindən idarə olunur. Yer döşəmə istip oldu. Kermogranit istip oldu, tam olaraq işlər vəziyyətdir. Daxil oluruq bizim qonaq otağımıza. Dəyərli izləyicilər, onu da qeyd edim ki, qonaq otağımız balaca bir kvadrat deyil və bizim tərəfdən müştəriyə dizayner və hər otağın öz pərdələri hədiyyədir. Azad İnşaat Qrupunun adından müştəriyə biz hədiyyə eləmişik. Və keçək bizim böyük otağına. Dəyərli izləyicilər, bu da bizim böylə nəzərdə tutulmuş yataq otağıdır. Hər otağına da balkona çıxışımız var və tam təmir. Divar kağızları 35 manatdır, divar kağızlarıdır, yəni keyfiyyətlidir. Yəni cırılmır, üstü cızılmır, eləmir, yəni səviyyəlidir. Bura uşaqlar üçün dayağı nəzərdə tutulmuş 3-cü otaq və gördüyünüz kimi dəyərli izləyicilər, ora pəncərələr qoyulub, sadəcə olaraq işıq düşməkdən ötürür. Və sonunda biz daxil oluruq mənzilimizin mətbəx hissəsinə. Onu da qeyd edib dəyərli izləyicilər, mətbəx hissəsinin mebeli də həmin o qiymətə daxildir və ev yiyəsinin öz istəyinə uyğun mətbəx mebeli yığılıb və montaj bizdəndir. Gördüyünüz bir gizli respiratordur. Bütün aksesuarlar da hamısı bir-birini tamamlayır. Pərdələr də həmçinin, var qeyd etdiyim kimi Azad İnşaat Qrupundan hədiyyədir. Və sonunda onu da qeyd edeyim ki, dəyərli izləyicilər, bura balkon hissəsidir və bütün santexnik xəttləri kollektor sisteminə yığılıb, kombinli işlər vəziyyətdədir. Ətraflı mən sonunda onu deyim ki, kim evi təmir eləmək istəsə, bizlə əlaqə saxlayıb bizə həvalə edə bilər. Videonu baxandan sonra bəyənməyi unutmayın, kanalımıza abunə olun, sağ olun.